insanlar o zaman psixoloji olaraq yenilirlər ki, məğlub olurlar ki, onlar özlərini tənha hiss edirlər. Niyə məhz yaşlıları tez tutur? Halbuki dünya praktikası da vurğuladı ki, bu virus keçicidir. Yəni uşaqlarda da çıxdı, yeniyetmələrdə də, gənclərdə də, yaşlılarda da. Ancaq burada xüsusi bir məqam var. Bu məqamların ən başlıcası bundan ibarətdir ki, bizim yaşlı insanlar onsuz da yaşlılıq özündə müəyyən bir depressiya, müəyyən bir tənhalıq, bir uşaqlaşma, bir qayğını gətirir. Və üstəgəl də bu virusun ortalıqda olması və xroniki xəstəliyin daha çox yaşlılarda olması, yaşlıların bu virusu, bu xəbərləri daha gərgin izləməsinə səbəb olur. Bizim cəmiyyətdən istədiyimiz odur ki, biz bu məqamlarda daha çox ünsiyyətdə olaq, daha çox xəbər tutaq, hal-əhval tutaq, gündəlik zənginlərimizin sayını artıraq. Yəni, bu məcbur deyil ki, qapısına gedək. Yəqin ki, söhbət virtual təmaslardan gedir. Bəli, haqlısınız. Əlbəttə. Çox sağ olun, təşəkkürümüzü bildiririk. Siz də özünüzü qoruyun. Hörmətli tamaşaçılar, bir daha qeyd edim ki, bizimlə birbaşa bağlantıda psixoloq Elşad Səfxanov idi.